Aile torpaqda sındıracam. Hər gün salamlar dostlar, kanalımıza, videomuza xoş gəlmişsiniz. Başlığına gördüyünüz kimi bugün nə edirik? Bugün şüşə qırma challenge videosu çəkir. Şüşəni necə qırılır? Ay, güldürmədə keçən videoda da güldürmək sənə. Deməli dostlar, nə edəcək? Onu deyim qısa konkret, bəli güldürdüm, mənə olan şeydir, arada olur. Videomuza like atın, videoya keçmişdən bax, kanalımıza abunə olun. Nə edirik? Şüşə qırma challenge edirik. Birinci bir dənə şüşəni qıracam, test edəcəm, eksperiment aparacam. Güclü professor kimi, yəni eksperiment aparacam. Eksperiment sözünü düz deyə bilmirəm. Professorluqdan danışıram. Test edəcəm də görüm bir dənə şüşə qıracam birinci, sonra 2 dənə şüşə qoyub qıracam. Yəni ki Deməyə söz tapa bilmədim. keçdik videoya. Dostlar, bu arada havanın günəşli olmasına baxmayaraq hava çox küləklidir. Buna görə qalın geymişəm, kurtka geymişəm. İri bir daş tapacam şüşələri qırmaq üçün. İlk növbədə bir dənə şüşə qıraq. Dostlar, bu da butulkalarımız. Siz təkrar eləməyin. Biz eləyirik çünki mənim başım xarabdır ona görə. Oha, ne diyor? Dostlar, birinci ilk növbədə bir dənə butulka sındıracam. Bir test eləyək görüm bir dənə butulka necəsin. İndi dostlar, başladıq birinci bir butulkanı sındırıb test etməyə. Daş axtarırıq burada. Baba, iri daşı qoydum, balacanı götürdüm. Öz iri daş axtarırdım, yəni mənə iri daş lazımdır. Torpaqda sındıracam elə. Səsim biraz qəribə gələ bilər, xəstəyəm. Və bu cür sındı. Səhv yeri düşdüyə daş. İndi dostlar, 2 dənə sındıracam. Gördüyümüz kimi get-gedə şüşələrin sayı artır. Bu çox qəşəng sındı, xoşuma gəldi. Baxın. İndi də dostlar 3 dənə. Maksimum şal. Dostlar, külək də imkan vermir. 3 dənə sındıracam. Külək uçurur məqaqa burada. Yox, 3-ü də sındı. Çox qəşəng, çox gözəl. İndi isə dostlar, keçdik 5 dənə sındıracam. 5 dənə. Baxın. 5 dənə şüşə butulkamızda qoyduq. Yox, heç alınmadı, heç də xoşuma gəlmədi. Pis sındı, çox pis sındı. 5 dənə alınmadı. Bir dənə sındı deyəsən. Hə, gözləmirdim bu qədər sınsın. İstəyirdim hamısı sınsın. Buna görə hamısını oran çək. Burada nə var hamısını bir yerə kopalayıb üstünə daş atacam, görüm necə sınacaq. Burada da deyinə şüşələri yığmağa çalışıram. Hamısını bir yerə yığıb sındıracam. Videonu tezləşdirmişəm. Lap bu qədər cəld işləmədim yəni. 20-yə yaxın butulka olar məncə burada. Nəysə, ağlar qalsın, ağlar sına deyil olsun. Burada isə dostlar şüşələrlə klip çəkirəm. Bomba bir klip alınacaq. Xəzər TV-də göstərəcəklər. Dostlar, təxminən burada hardasa 20-yə yaxın şüşə var. Baxaq görüm 20-yə yaxın şüşə necə sınacaq. 5 dənə yoxladım, sınmadı. Həqiqətən, yəni 5 dənəsindən bir dənəsi sındı. O da ki, sərf eləmədi. Dedim 20 dənəsini birdən sındıracam. İzləmədə qalın. Like atıb abunə olun. Burada da artıq yekə daş gətirməyə çalışıram. Daşa gücüm çatmır. 1, 2, 3. Oydo. Daş səhv yerə düşdü. Bu da sınmayan butulkalardır yəni. Məncə çox sınıb. Dostlar, 20-yə yaxın butulka qırdım. 20-yə yaxın qırdım deyəndə ki, hardasa 20 dənə butulka var idi burada, sərf eləmirəmsə. 20-yə yaxın deyək. Deyimdən isə sağ qaldı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənəsi sağ qaldı. Həqiqətən çox möhtəşəm bir video oldu. Yəni, siz təkrarlamayın. Şüşəzad batar əvizə falan. Mən sadəcə yoxladım, elə belə test elədim. Maraqlı bir video çəkməyə çalışdım. İnşallah bəyənərsiniz, like atın, abunə olun.